İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin ərazisində Zəfər bayramının 5 illiyi münasibəti ilə ağacləşmə aksiyası keçirilib. Tədbir 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şahdağ Milli Parkının və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Aksiya çərçivəsində ümumilikdə 2 hektar sahədə 1700 ədəd müxtəlif növ ağac əkilib. Akasiya, göyrüş və ağcaqayın tingləri əkilib. Əkilmiş ərazinin kənarları mühafizə məqsədi ilə çəpərlənib. 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor Mirzəyev Oqtay bildirib ki, bu cür tədbirlərin təbiətin qorunması və yaşıllıqların artırılması baxımından böyük əhəmiyyəti var. İsmayıllı rayonunda da qələbəmizin 5 illik münasibətinə ağac əkmə aksiyası aparılır. Ağac əkmə aksiyasında rayon icra hakimiyyətinin rəhbərliyi və kollektivi, o cümlədən 6 saylı Regional Meşə Təsərrüfatının kollektivi, 6 saylı Ekologiya İdarəsinin kollektivi və Şahdağı Milli Parkın İsmayıllı şöbəsi kollektivi ilə birgə ağac əkmə aksiyası keçirilir. Ümumilikdə 2 hektar ərazi əkilməkdə nəzərdə tutulub. Həmin ərazidə hardasa 1700-ə qədər ağac əkiləcəkdir. Bu ağaclardan akasiyadır, görüşdür, eldar şamıdır və sair meşə ağacları əkilir. Bugünkü tədbirimiz daimi olaraq hər il keçirilməsi nəzərdə tutulur. Elvin Qudratov, Rafiq Həsənov, Elçin Məlikov, Həcər Həsənova bugün informasiya proqramı üçün.